Astara sərhəd keçid məntəqəsindən Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, Astara sərhəd keçid məntəqəsində hazırda elə təxliyə prosesi davam edir. İndiki məqamda məsələ Çinli vətəndaşların, İran ərazisindən gələn Çinli vətəndaşların Astara sərhəd keçid məntəqəsi vasitəsilə təxliyəsi gerçəkləşdirilir. Həmin şəxslərin təqdim etdiyi sənədlər elə burada gömrük əməkdaşları, həmin yenə Dövlət Sərhəd Xidmətinin əməkdaşları həmin yenə sənədləri yoxlayırlar və peşatlandıqdan sonra artıq həmin şəxslər ərazini digər istiqamətə tərk edirlər və digər istiqamətdə nə baş verir, onları da sizin diqqətinizə çatdıracaq. Məhz burada bu aparatlar vasitəsilə gələn, təxliyə edilən vətəndaşların yəni gətirdiyi yüklər yoxlanılır. Onlar həmin yükləri aparata yerləşdirirlər və onların çantaları belə yoxlanılır və artıq bundan sonra həmin şəxslərin özü də məsələn buradakı aparatlardan keçdikdən sonra onların təxliyə prosesi gerçəkləşdirilir və elə burada da əməkdaşlar həmin şəxslərə yön verirlər. Bu istiqamətdə də işlər icra olunur. İndiyə qədər son təqdim edilən informasiyaya görə, saat 10 tamama olan məlumata görə ümumilikdə 615 nəfər, İrandan gələn 615 vətəndaş Astara sərhəd keçid məntəqəsi vasitəsilə təxliyə edilib. Digər istiqamətdə də onu yolun məntəqənin digər son hissəsində də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Neoplan iri həcmli avtobusları gözləyir ki, bu şəxslər həmin avtobuslara yerləşdiriləcək və bundan sonra da paytaxt Bakıya göndəriləcəklər. İndiki məqamda elə biz hazırda Astara sərhəd keçid məntəqəsində burada prosesi izləyirik. İndiki məqamda artıq elə bir neçə Çin vətəndaşının təxliyə prosesi gerçəkləşdir. Daha əvvəlsi Slovakiyadan olan, yenə Slovakiyanın Tehranda yerləşən diplomatik nümayəndəliyinin əməkdaşları məsələ ərazimiz vasitəsilə, Azərbaycan vasitəsilə 6 nəfərlik bir heyət təxliyə edildi. Burada da əməkdaşlar həmin şəxslərin sənədlərini yoxladı və bundan sonra artıq həmin şəxslərin digər gətirdiyi yüklər də yoxlandıqdan sonra ərazini tərk etdilər və avtobusa yerləşdirildilər. Artıq həmin avtobuslardan 7-si yola salınıb və indiki məqamda da əlavə yəni avtobuslarda əraziyə gətirilib və proses hazırda dediyimiz kimi davam edir. Elə çöldə də yəni insanlar gözləyir öz sıralarını. Onlar da elə az sonra təxliyə prosesi onlarını gerçəkləşdirəcək və hazırda da dediyimiz kimi təxliyə prosesi son sürətlə davam edir. İndiki məqamda əsasən biz Çindən olan Çinli vətəndaşların, İran ərazisindən gələn Çinli vətəndaşların təxliyə prosesini müşahidə edirik. Burada ara-ara aktivliyi müşahidə olunur. Baxın, elə siz hazırda operatorım sizə həmin kadrları təqdim edəcək. Çindən gələn vətəndaşlar, daha doğrusu İrandan gələn Çin vətəndaşlarının burada təxliyə prosesi gerçəkləşdirir və sadəcə çox olduğundan burada ara kəsmələr vasitəsilə ara kəsmələr də yerləşdirilib. Həmin şəxslər İrandan gələn Çin vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə Astara sərhəd keçid məntəqəsi vasitəsilə təxliyəsi gerçəkləşdirilir və sadəcə çox olduğundan digər əməkdaşlar da həmin şəxsləri müvafiq istiqamətdə yönləndirirlər və indiki məqamda əsasən Çinli vətəndaşların təxliyə prosesi gerçəkləşdirilir. Az əvvəl Slovakiyadan olan 6 nəfərlik heyətin diplomatik nümayəndəliyin üzvləri təxliyə edildi. Bundan əvvəlsi Serbiya diplomatik nümayəndəliyinin əməkdaşları təxliyə edilmişdi və 6 nəfərlik bir heyət. İndiki məqamda ən son məlumata görə saat 10-a olan məlumat idi. Bu indiki məqamda siz də müşahidə edirsiniz. Daha da artıq təxliyə edilənlərin sayı 600-ü keçib, amma yəni rəsmi rəqəmlərə görə 600-ü keçib təxliyə edilənlərin sayı və aralarında ən çoxsa elə məhz Çin vətəndaşlarıdır. Eyni zamanda Rusiya vətəndaşlarıdır ki, təxliyə edilənlər həmin arasında ən çox üstünlüyü onlar təşkil edir və paralel olaraq saat 10-a olan məlumata görə sərhədi martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşları keçib. Onlara hər bir yardım göstərilir. Təcili tibbi yardım briqadasının əməkdaşları da ərazidə həmin şəxslərin səhhəti ilə bağlı hər hansı bir nasazlığın yaranmaması üçün istifadə edir. İndiki məqamda da elə həmin şəxslərin kimliyi yoxlanılır. Şəxsiyyəti təsdiqlədikdən sonra vəsiqələr də yoxlanıldıqdan sonra həmin şəxslərin içəri buraxılması, daha doğrusu təxliyə prosesi gerçəkləşdiriləcək. Və biz indiki məqamda elə hazırda Astara sərhəd keçid məntəqəsində prosesi izləyirik. Səhər saatlardan etibarən burada yoxlanış prosesi aparılır. Həmin şəxslərin ölkəmiz vasitəsilə, Azərbaycan vasitəsilə təxliyə edilməsi istiqamətində işlər görülür və indiki məqamda bu cür növbəli şəkildə məhz elə vətəndaşların yoxlama prosesi aparılır
və hələlik bu Astara sərhəd keçid məntəqəsindən çatdıra biləcəyimiz informasiyalar bu qədərli proses intensiv şəkildə davam edir. İrandakı vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar olaraq insanların həyatı təhlükə altında olur və bu baxımdan təhlükəsizlik baxımından hava məkanı da olduqca indi risklidir. Buna görə də quruya daha çox üstünlük verilir. Bu baxımdan da Azərbaycan öz humanitar addımlarını atmağa davam edir və intensiv şəkildə də məhz elə bu təxliyə prosesi davam edir. Hələlik çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı ətraflı şəkildə bizimlə bölüşdüyünə görə.